Salam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı bir saat ərzində Offside efirdə olacaq bugün studiyada. Sizinlə mən Günay Xəlil və mənimlə Arif Əsədovdur. Salam Arif bəy, xoş gəlmisiniz, necəsiz? Çox sağ olun, təşəkkürlər, yaxşıyam. Siz yaxşı olasınız. Yaxşı olasınız, təşəkkürlər. Arif bəy, milli komandamız qələbə qazanıb və siz əgər bura gəlmisinizsə, Azərbaycan milli komandası barədə danışmamaq mümkün deyil. Sonuncu dəfə yığmamız sizin baş məşqçiliyiniz altında qələbə qazanmışdı. Millimizin ilk qələbəsini və daha sonra növbəti qələbəsini görəndə nə hisslər keçirdiniz, nə düşündünüz? Təbii ki, ilk öncə təbrik edirəm millimizi. Yəni ki, həm qələbələr qazandılar, həm də turnirin qalibi oldular bu münasibətdə. Yəni belə deyək də, bu qələbələrin böyüyü kiçiyi olmur, uğurun böyüyü kiçiyi olmur. O baxımdan təbii ki, mən də sevindim. Xüsusilə niyə sevindim ki, növbəti qələbəni yerli mütəxəssis qazandı. Yəni ki, mənim vaxtımda da yerli olaraq mən qazanmışdım, amma o boşluq bir dönəm oldu ki, Fernando Santos'un vaxtında xeyli oyun da keçirdi. Səhv etməsə 10-11 oyun oldu ki, amma bunlardan cəmi bir yoxsa iki dəfə heç oynadı, qələbə olmadı. Və Ayxan Abbasovun gəlişindən sonra millimiz növbəti qələbəni qazandı. Bu təbii ki, məni sevindirir və burada AFFA-nın atdığı addımı da qiymətləndirirəm ki, yəni vaxtında İslandiya oyunundan sonra atılan addım sonraki proseslərin gedişatı onu göstərirdi ki, millidə yaxşıya doğru müsbət işlər gedir. Əsas o ruh yüksəkliyi, əzmkarlıq və sonda da qələbənin gəlməsi bu artıq komandaya özünə inamı daha da artıracaq. Milli komandamız qələbəni qazananda, ilk qələbəsini qazandı. 6-1 hesabı ilə St. Lucia'nı məğlubiyyətə uğratdı. Onda üzərinizdən bir yük götürüldümü? Axırıncı dəfə sizinlə o qələbə adı bağlı idi. Təbii ki, yük yox, dediyim ki, əsas yük millidən götürüldü, futbolçulardan götürüldü. Bu önəmlidir. Çünki meydançada onlardı mübarizə aparan və hər zaman o yada saldıqda ki, son qələbə olub Qazaxıstan. Bu istər-istəməz onların, belə də o dediyiniz yük onların üstündə idi və məşqçilər korpusundaydı ki, o da aradan götürüldü şükür Allaha və rekordla oldu. Rekord da təzələndi. 6-1 olmaqla biz belə deyək də ən böyük hesablı qələbəmizi də qazandıq. Bəli, FIFA Series turniri barədə bir qədər danışmağa start verə bilərik artıq. İlk rəqibimiz St. Lucia komandası oldu. Karib dənizi adalarından Azərbaycana təşrif buyurmuşlar və bu komandanı 6-1 hesabı ilə futbolçularımız məğlubiyyətə uğratdı. Milli komandamız məğlubiyyətə uğratdı. Demək olar ki, hər bir futbolçumuz qolları fərqli-fərqli oyunçularımız vurdu və digər qarşılaşma isə Sierra Leone komandası Afrika təmsilçisi üzərində oldu ki, 1-1 hesablı heç qeydə alındı əsas vaxtında və penaltilər seriyasına 9-8 hesablı bir qələbəmiz qeydə alındı və FIFA seriyasında ümumilikdə qalibi olduq. Və bu komandalar, əvvəlcə rəqiblər barədə təxmin fikirlərinizi almaq istəyərdim. Azərbaycan üçün necə milli komandalar rəqiblər idi? Belə deyək də, biz Azərbaycan millisi olaraq adətən oyunlarda, məsələn seçmə oyunlarda daha çox 2 nömrə ilə çıxış edir. Yəni ki, komanda baş məşqçi çalışır ki, rəqibə görə oyununu qursun və daha çox müdafiə olunub sonra hücuma. O baxımdan bizdə hücum potensialımız geri qalırdı. Amma bu oyunlar, məsələn tutaq ki, St. Louis kimi təbii ki, rəqib zəifdir bizə görə, amma bu cür oyunlarda bir məşqçi olaraq, yəni məşqçilər adətən hücum potensialını artırmaq üçün bu tipli komandalardan, hətta yoldaşlıq görüşləri də bəzən hazırlıq dönəmi olanda, məsələn klublar, bu cür komandalarla ilk növbədə görüşürlər ki, orada müxtəlif taktiki sxemlərdən hücum potensialını artırmaq üçün bu imkanlardan istifadə eləsin. Bu rəqib də bizə uyğun idi ki, yəni Ayxan Abbasov Millətlər Liqasındakı rəqibləri də nəzərə alaraq, məsələn Liechtenstein, Litva, indi bu iki komandadan daha çox Liechtenstein hardasa St. Louis-la müqayisə eləmək olar ki, yəni buna uyğun biz hansı oyun taktikasından hazırlaşacağıq. O baxımdan bu bir test oyunu kimi düşünürəm ki, millimizin xeyrinə oldu və müxtəlif qollar vurduq, vəziyyətlərdən qollar vurduq. Bu da dediyimiz kimi futbolçularda o özünə inamı artırdı ki, adətən biz seçmə oyunlarda bir top vururuq və bəzən heç top vura bilmirik, məğlub oluruq. Amma burada 6 top vurmaqla o dediyimiz o
özünə inam komandaya qayıtdı. FIFA seriyası barədə bir qədər danışmaq istəyərdim. Daha öncə 2025-ci ildə ötən il keçirilmişdi ilk dəfə Azərbaycanda və bu il pilot layihə olaraq keçirilmişdi. İndi isə artıq digər Azərbaycandan savayı 7 və yaxud da 8 ölkədə də keçirilmiş oldu və ümumilikdə bu turnirin Azərbaycanda keçirilməsi bir qədər sual da doğurdu. Tamaşaçılar, futbol sevərlər tərəfindən ki, FIFA seriyası nə turnirdir bu? Beynəlxalq turnirdir. Necə bir turnirdir? Azərbaycanda da keçirildi və hətta digər ölkələrdə də keçirilmişdir. Lakin Azərbaycanda keçirilməsi və sonda o mükafat təqdim olunması bir qədər o qədər də qəbul olunmadı. Belə deyək də, bu artıq ikinci dəfədir bizim ölkədə keçirilir. Mən özüm də bu turnirdə çıxış eləmişik. Yəni o vaxt Monqolistan, Bolqariya komandalarıyla oynadıq. Yəni burada əsas məqsəd belə deyək də, daha çox qitələrin komandaları görüşür. Hansı ki, öyrəşdiyimiz biz seçmə oyunlarda bu cür komandalarla oyunlar keçirilmir və burada futbol mədəniyyəti baxımından ölkənin tanınması, ölkənin mədəniyyəti baxımından o qitələrdən gələn millilər gəlirlər vətənimizdə, həm ölkəmizi tanıyırlar, həm də bizim futbol baxımından təbii ki, Avropa futbolu ilə Asiya, Afrika fərqli müqayisə olunur. O baxımdan onlar da gəlib Avropa komandalarla görüşəndə öz güclərini, hal-hazırdakı real güclərini görürlər. O baxımdan həm onlar üçün xeyirdir, həm də bizim millilər üçün. Məsələn, bayaq qeyd eləmədim, yəni Sierra Leone komandasına gəldikdə bu komanda bizim belə də ortabab komandaydı. Yəni hardasa bərabər bizim milli ilə qiymətləndirmək olar. Orada öcə tamam başqa aspektlərdə baş məşqçi öz işini gördü. Məsələn, həm hücumda, həm müdafiədə çalışırdı ki, istədiyi o taktiki sxemləri istifadə eləsin və düşünürəm ki, səmərəli oldu. Yəni növbəti hazırlıq oyunları üçün bu bir test səmərəli oldu milli üçün. Bəli, yayda milli komandamız bir daha təlim məşq toplanışına çıxacaq, keçirəcək və daha sonra isə sentyabrda milli komandamızın Millətlər Liqasında oyunları gəlir. D liqasının ikinci qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Litva və Liechtenstein komandaları olacaq. Millətlər Liqasına sıfırdan başlayırıq. Təxminləriniz necə olardı? Yəni qeyd elədiyiniz kimi sıfırdan başlayırıq. Yenə də bunu mən acı da olsa deməliyəm ki, yəni Santos dönəmi elə bir bizim futbolumuz üçün geri atdı ki, yenidən onu dediyiniz sıfırdan qaldırmaq lazımdır C liqasına. Hansı ki biz D liqasında Azərbaycan futbolu müstəqillik dönəmləri 91-92-ci illərdən biz o liqadan yavaş-yavaş qalxmışdıq C liqasına. Amma indi yenidən başlayırıq. Yəni burada artıq dediyimiz kimi yeni bir komanda formalaşır. Burada vacibdir ki, ilk öncə o milli ruh qalxsın. Futbolçular meydançada bilsinlər ki, nəyə görə mübarizə aparırlar. O baxımdan həm yeni bir federasiya rəhbərliyi də təyin olubdur ki, onların da ilk işləri fəaliyyətə başlayıb. Artıq belə deyəndə o dediyimiz sıfırdan olan bir şey gələcəkdə indi atılan addımlar gələcək üçün bir test kimi görünəcək ki, düzgün addımlar atılır, yoxsa əksinə. Düşünürəm ki, milli komandada müsbətə doğru yaxşı addımlar var və bu istiqamət növbəti oyunlarda da öz bəhrəsini verəcəkdir. Bir qədər Gianni Di Biase'nin dönəminə getsək və indiki milli komandamıza qayıtsaq və Fernando Sancho'u da ora daxil eləsək, o zaman milli komandamızın futbolçuların heyətində demək olar ki, bir dəyişiklik yoxdur. Eyni futbolçuları, simaları yenə də görürük. Bəli, Ayxan Abbasov yeni gənc futbolçuları cəlb eləyib, yeni simalar çağırıb. Lakin ümumilikdə milli komandanın özəyini təşkil edən keçmiş futbolçularımız hələ də var. Bəs nə alınmadı ki, biz indi D liqasında mübarizə aparırıq? Yəni Gianni Di Biase'nin vaxtında yəni artıq milli 3 il idi ki, Gianni Di Biase millidə idi. Elə mən özüm də orada bir yerdə çalışırdıq. Artıq bizdə inkişaf dövrü gedirdi. Yəni ildən ilə komandada həm nəticə baxımından, həm də oyun baxımından. Amma onun gedişindən sonra, yəni dediyim kimi Fernandonun gəlişindən sonra sanki bütün hər şey sıfıra döndü. İlk növbədə qoyaq qırağa ki, məsələn, taktiki, texniki baxımından qoyaq. Əsas o milli ruh itmişdi. Sanki futbolçular meydançada
inamsız görünürdülər. Nə elədiklərini bilmirdilər. O baxımından düşünürəm ki, böyük bir geri komanda millimiz düşmüşdü. Amma dediyimiz kimi Ayxan Abbasov gələndən sonra o vacib olan o milli ruhu qaytarıbdı. Yəni ilk növbədə atılan addımlar hansı var idi ki, onlar atılıbdı. Bundan sonra təbii ki, o dediyimiz texniki, taktiki baxımdan komandada inkişaf eləməlidir ki, nəticələr özü gəlsin. Təbii ki, indi turnirdə qalib gəldik. Demək olmaz ki, hər şey yaxşıdır, çatışmamazlıqlar çoxdur. O baxımdan hələ çox görüləsi işlər var. Yəni dediyim kimi texniki, taktiki baxımdan. Bunun üçün də zaman lazımdır, vaxt lazımdır. Üstəlik də heyət dediyiniz kimi çox da böyük ölçüdə dəyişilməyibdir. Demək olar ki, özəyi hələ də qalıbdır. Bəzi gənc oyuncular olimpiya yığmasından cəlb olunur. Amma bu prosesdə mərhələlər şəkildə olmalıdır ki, birdən-birə kütlə şəklində dəyişikliklər də olmaz. Çünki nəticə də hardasa olmalıdır ki, o dediyimiz o inam ola-ola o prosesdə yeni gənc gələn futbolçular da normal inkişaf eləsinlər. Yəni onlar gəlib məğlub olduqca artıq o məğlubiyyət ruhu onların gələcəyinə də təsir edə bilər. Ona görə bunlar hamısı incə məqamlardır. Bunlar gərək mərhələ-mərhələdə etap-etap olmalıdır. Keçən verilişdə həmkarım Ceyhun Rzayev maraqlı bir fakt demişdi. Onu xatırlatmaq istəyərdim. Türkiyə Milli Komandasının baş məşqçisi Montella Türkiyə millisinə gələndən sonra həmin komandada ümumiyyətlə komandanın öz Türkiyə millisini yaxından tanıyan biri ilə əlaqə saxlayıb, milli komandanın futbolçuları necə bir xasiyyətə malik olduğunu, əvvəlki baş məşqçidə nələrin alınmadığını öyrənib və bu məsələləri tətbiq edib və futbolçuların, oyunçuların dilini tuta bilib. Bəlkə də bu sual Ayxan Abbasova ünvanlansa o daha dəqiq cavab verə bilərdi. Amma sizcə milli komandada Ayxan Abbasovun gəlişindən sonra daha çox hansı detallara xüsusi üstünlük verildi ki, əvvəlki illərdə Santushun dönəmində və yaxud da Debiazi bəlkə milli komandanın dilini tuta bilirdi, lakin Santushda bu alınmadı və Ayxan Abbasov da gələndən sonra yenə deyirik, eyni futbolçulardır. Lakin fərqli nədir? Yəni düz qeyd edirik, bu çox vacib bir məqamlardan biridir ki, xüsusilə də bizim kimi kiçik, yəni uğurlara az olan millilərdə vacibdir ki, futbolçuların hərəsinin öz dili ilə, necə deyirlər, onlara yaxınlaşasan, onların daxili həyatını hiss eləyəsən, çatışmayan cəhətlərini. O baxımdan mən düşünürəm ki, Fernando Santos dönəmində bu çatışmadı. Ola bilər ki, Fernando Santos Avropa çempionu olubdu, tanınmış futbolçularla işləyibdi, Ronaldo kimi futbolçularla. Onlara ehtiyac yoxdur, onlarla fərdi söhbətlər. Onlar peşəkardırlar, yüksək səviyyədə oyunlar oynayıblar, hər zaman o necələr tempin içində olublar. Onlar sadəcə 3-4 günə taktiki sxemi göstərib və oyuna çıxırlar. Amma bizim kimi millilərdə vacibdir ki, məşqçi dediyiniz o məqamlara toxunsun. Yəni bu Debiazi dönəmində də ilk bir ildə yox, sonraki 2-ci, 3-cü illərdə bunların üstündə çox çalışdıq. Yəni mən də bir yerli məşqçi olaraq bu istiqamətdə daha çox ona məsləhətlər verirdim ki, yəni yaxşı, necə milli komandanın dilini tuturdunuz? Bəli, bilirsiniz necə? İlk gələndə bizdə bəzi futbolçular vardı ki, məsələn, lider futbolçular, adətən də məşqçilər gələndə əsas lider futbolçulara öz gücünü göstərir ki, o birisilər görsün. Bu hardasa klublarda keçərli ola bilər, amma milli elə bir şeydir. Burada hara Fransan belə deyək də kobud dildə bu futbolçulardan istifadə eləyəsən. Tutaq ki, məsələn, Emindir, Bəhluldur. Ona görə və yaxud da Şeydayev idi. İlk gələndə Debiazi bunları görsən ki, heyətə salmırdı, eləmirdi. Hardasa biraz inciklər vardı. Amma sonradan baxırdın ki, gələn də yoxdur. Arxadan gələn gənc nəsil də hələ yoxdur ki, deyəsən ki, rəqabət var, mən bu futbolçunu oynatmayayım, onun yerinə bu birisi. İtaliyada, İspaniyada bu rəqabət var, problem yoxdur. Hər bir futbolçunu çağırmaya bilərsən, onun yerinə başqasını götür. Amma bizdə elə deyil. Bu sonraki dönəmlərdə daha çox buna önəm verdi Debiazi, fərdi söhbətlər. Hətta biz təlim məşq toplanışını bitirəndən sonra cəmi orada 4-5 gün komanda bir yerdə oldu. Klublara gedirdik. Bəzi futbolçularla Debiazi əlavə hansısa bir kafedə, hansısa bir yerdə oturub dediyimiz o nüanslarla onların daxilinə
öyrənməklə belə-belə o istiliyi yaradırdı ki, sonra da o futbolçu sənin üçün meydançada canını qoyur. Amma bu Fernando Santos dövründə mən düşünürəm ki, düzdür, mən millidə yox idim, amma görünən o idi ki, futbolçularla məşqçilər korpusu arasında böyük bir məsafə var ki, onlar meydançada da o həmən şeylər görünürdü. Arif bəy, Və ona gəlim ki, yəni Ayxan Abbasov da bir yerli mütəxəssis olaraq bunları bilir və düşünürəm ki, o ilk addımları bu addımları atıb ki, komandada o necə deyirlər, birliyi yarada bilibdi. Arif bəy, musiqi və reklam fasiləsindən ayrılacaq. Daha sonra söhbətimizə qaldığı yerdən davam edəcək. Dinləyicilərimiz dalğanı dəyişməsin, Salam Radio 93 FM-də qalın. Və verilişimizə davam edirik. Azərbaycan Kubokundan bugündən etibarən artıq Kubokda yarımfinal qarşılaşmaları start götürür. Bugün bizi saat 17:30-da Turan-Tovuz və Zirə komandaları arasında başlayacaq maç gözləyir və 20:00-da isə Qarabağ Sabah komandaları üz-üzə gələcək. Arif bəy, bu qarşılaşmalar barədə, cütlər barədə təxmininiz necədir? Hansı dueldən ilk qarşılaşmalarda hansı komanda qalib ayrıla bilər? Belə də çox maraqlı və belə necə deyirlər, rəqiblər, yəni bir-birinə layiq olan komandalar üzləşəcəklər. Premyer Liqamız necə maraqlı gedirsə, Kubokun da sonluğu ona doğru gedir. Hal-hazırda Turan-Tovuz, Zirə və Sabah, Qarabağ Sabah qarşılaşmalar olacaq. Çox çətindir burada proqnoz vermək hər iki necə deyirlər cütlüyə. Məncə ilk oyunlar biraz kəşfiyyat xarakterli daşıyacaq. Rəqiblər, komandalar risk eləməyəcəklər, çalışacaqlar ki, indi evdə oynayan komandalar minimal hesabla da olsa qələbə əldə eləsinlər ki, ikinci oyunda yəni cütün taleyi həll olunacaq. Mənim fikrimdə belə düşünürəm. Şanslar götürsək, hər birinin şansı var. Baxsaq elə biz məsələn Qarabağ Sabah oyununa, Sabah çempionluq yarışında hardasa böyük ölçüdə çempionluğunu demək olar ki, təmin eləyibdi. Xal fərqi yəni böyükdür. O baxımdan hardasa rahat çıxacaq. Elə də onda təzyiq olmayacaq ki, Kuboku tutaq ki, almalıya mütləq. Necə keçənləri vacib idi ki, onlar Kuboku alsın, Avroliqada ölkəmizi təmsil edir. Qarabağda isə çempionluqdan əli böyük ölçüdə belə üzülsə də fikrini fokuslanır Kuboka. Ona görə Qarabağ titulsuz qalmamaq üçün daha çox çalışacaq ki, bu Kuboku əldə eləsin. Hardasa burada şansları Qarabağın tərəfinə belə deyək də daha çox biz qeyd eləyə bilərik. Amma bu bir cütlükdə Zirə ilə Turan burada hər iki komanda ölümdirim. Necə ki 3-cü, 4-cü yer üçün mübarizə gedir Premyer Liqada. Kubok yarışmasında da bu komandalar məncə maraqlı duellər oyunları izləyəcəyik. Yeri gəlmişkən bu ay düz 3 dəfə Qarabağ Sabah qarşılaşmasını görəcəyik. Misli Premyer Liqasında eyni zamanda Azərbaycan Kubokunda ilk və cavab oyunları da keçiriləcək. Bir ay ərzində 3 qarşılaşma bu yaxşıdır yoxsa pisdir? Futbol bayramı olacaq yoxsa? Təbii ki, oyunun öz gedişatı, çəkisi onu göstərir ki, çox maraqlı olacaq. Xüsusilə də Qarabağla Sabah arasında son oyunlarda baş verən hadisələr, həm meydançadan kənarda, bu onun davamını məncə gətirəcək Kubokda da. Amma Zirə ilə Turanda da intriqa az olmayacaq. Çünki bu komandalar da elə çempionatda öz aralarında səhv etməmsə heç də oynayıblar öz aralarında. O baxımdan da rəqabət çox maraqlı keçəcəkdir. Baxaq. Misli Premyer Liqasına biraz keçid etmək istəyərdim. Azərbaycan Kubokunda bugün qarşılaşmaların nəticələri necə olacaq səbirsizliklə gözləyirik, izləyəcək və Misli Premyer Liqasında bu həftə 26-cı turun oyunları düzdür start götürəcək və ümumilikdə çempionatda rəqabəti necə dəyərləndirərdiniz? Bəzi klublar var ki, Misli Premyer Liqasının son pillələrində qərarlaşıblar, digərləri isə lap yuxarıda, yəni digərlərinə, yəni bir də mərkəzdə olan komandalar var ki, yuxarıdakılar və aşağıdakılar onları özlərinə yaxın buraxmırlar nəticələrinə əsasən. Düz qeyd edirəm, 3 hissəyə bölmək olar. Yəni çempionatımızın belə turnir cədvəlini sonda mübarizə aparan Premyer Liqada qalmaq üçün Karvan demək olar ki, böyük ölçüdə onlar Premyer Liqanı tərk edəcəklər, amma yenə də necə deyirlər, hələ şansları var. Burada ikinci yer üçün, yəni sondan ikinci yer üçün Kəpəz,
Və Qəbələ arasında mübarizə gedir. Burada İmişli də fasiləyə kimi uğursuz çıxış elədi. Bir neçə oyun məğlub oldu. O baxımdan hardasa onlar da qatıla bilərlər. Yəni qazandığı vacib xalların indi belə deyək çörəyini yeyir. Çörəyin yeyir, amma gedişat onu göstərir ki, bu gedişlə onlar da artıq o üçlüyə qatıla bilər. Qeyd elədiyiniz kimi orta sıralarda gedən komandalardır. Şamaxıdır, Sumqayıtdır. Bunlar artıq Bir də Neftçi. Neftçidə hardasa biraz şans var ki, 4-yə düşmə baxımından bu da hardasa intriqanı artırıbdır. Yəni Veynidumun gəlişindən sonra hardasa komandada irəliləyiş hiss olunur, həm nəticə baxımından, həm oyun baxımından. Ona görə maksimum çalışacaqlar ki, 4-cü yer üçün mübarizə aparsınlar. Bir oyun da əskik oyunları var, biz Qarabağla. Və indiki turda da Sumqayıtla oynayacaqlar. Sumqayıtda bu oyun məncə həlledici olacaq ki, əgər qazansalar 3 xal, demək olar ki, o mübarizəni davam edəcəklər. Yox, xal itirsələr artıq məncə 4-cü yerdən də əllərini üzə bilərlər. Həmin qarşılaşma eyni zamanda Sumqayıt üçün də vacib olacaqmı? Komandanın bir mənfi cəhətdən neqativ bir seriyası var. Turnir cədvəli baxımından deməzdim, amma psixoloji baxımdan, komandanın içindəki apava baxımından qalibiyyət onlarda hardasa o yaxşı mənada dəyişiklik hiss oluna bilər gedişatda, yəni çempionatın sonuna doğru. Və Misli Premyer Liqasında bir qədər də hakim qərarlarından danışmaq istəyərdim. Bir neçə klubumuz var ki, şikayətlənirlər oyunlarda hakim qərarlarının, hakim səhvlərinin tez-tez yaşandığından narazıdırlar. Sizin bəs münasibətiniz necədir? Burada hər hansısa bir kluba qarşı bir kampaniya mı var, yoxsa səhvlər olur? Ümumiyyətlə hakimlik elə bir şeydir ki, orada daim narazılıqlar olubdur. Amma mən düşünmürəm ki, hakimlərin atdığı addımlar qərəzlidir. Əgər nəzərə alsaq ki, VAR sistemi də var. Yəni o verilən qərarlar həm oyunda izlənilir, o dəqiqələr sərf olunur, həm də oyundan sonra da Hakimlər Komitəsinin sədri onlara baxıb analiz eləyir və faktlarla onu üzə çıxarırlar. Ona görə mən düşünmürəm ki, burada hansısa qərəz var, amma təbii ki, narazılıqlar olub, olacaqdır da, xüsusilə də o finişə çatdıqca, çempionatın sonuna yaxın, burada məğlub olan komanda hər zaman çalışacaq ki, hansısa bir haqq qazandırmaq. Ona görə hələ qarşıda bu cür söz-söhbətlərlə biz rastlaşsaq təəccüblənməyək. Cari mövsüm çempionatımızda bir qədər stadion problemi də həddindən artıq oldu. Həm Premyer Liqaya yeni qayıdan klublarımız, burada sadəcə Qəbələnin adını silmək olar. Digər klublarımız da Karvan Yevlaxda, İmişlidə, eyni zamanda Gəncədə və Turan Tovuzda stadion problemləri yaşandı. Əvvəlcə sizdən çempionatımıza qayıdan yeni klublarımızın, çempionatımıza yüksələn klublarımızın performansını dəyərləndirməyizi istəyərdim və daha sonra stadion amilinin bu klublara, ümumilikdə cari mövsüm komandalar arasında rəqabətə necə təsir etdiyi barədə fikirlərinizi almaq istəyərdim. Məncə ən böyük problemlərdən biri bizdə stadionlarla bağlıdır ki, yəni Premyer Liqada çıxış ilə komandaların oyunlarını evdə yox, səfərlərdə oynayırlar. Elə götürək məsələn İmişli. Yəni ki, oradakı əhali futbolu sevir, azarkeşlər. Yəni birinci dəstədə hər oyunda meydança azarkeşlərlə dolu olurdu. Amma komanda Premyer Liqaya çıxdı, oyunlarını oynayırlar Qubada. Yəni ki, ən böyük problem odur ki, ilk növbədə öz oynadığın stadion olmalıdır, sən onunla təmin olmalısan ki, sonra Premyer Liqada çıxışlar. Araz Naxçıvan artıq 2 ildir öz meydançasında oynamır. Turan Tovuz, indi biz bilirik ki, prezidentləri Ehtiram müəllim çox böyük işlər görür və yüksək səviyyədə meydança da hazırdır. Artıq Turan qayıtmaq üzrədir öz meydanına. Gəncədə, məsələn, Gəncə komandası da oyunlarını Yevlaxda keçirir. O baxımdan, yəni bölgələrdə komandaların Premyer Liqa çıxışı o zaman müsbət olur ki, azarkeşlər də öz komandaların oyunlarını izlər. Biz yəni bölgələrdə niyə görə deyirik ki, komandalar çox olsun Premyer Liqada? Ki, azarkeş axını çox gəlsin və maraq artsın. Amma baxırsan ki, məsələn, bu cür hallar olanda istər-istəməz
o təsir eləyir. İndi Karvan Yevlax stadionunu təmir elədi, öz meydançasında oyunlarını keçirir. O baxımdan gələn il üçün hansı komandalar gələcəksə Premyer Liqaya mütləq vacibdir ki, onların meydança amili, o strukturu cavab versin tələbatlara. Düzdür, Azərbaycan Kubokunda hansı komandaların, xüsusilə də Qarabağ Sabah duelindən hansı komandaların daha çox qalib gələcəyini təxmin etməyi ilk oyunlar üçün edə bilməyəcəyinizi qeyd elədiniz. Bəs Misli Premyer Liqasına gəlincə mövsümün sonunda rəqabətdə hansı komandalar üstünlük təşkil edə bilər? İlk növbədə müsbət hal oldu ki, son dönəmlərdə biz çempionun müəyyənləşməsini bir neçə tur qalmış hiss edilir, yəni Qarabağın timsalında. Amma bu illəri Qarabağa rəqabət Sabah göstərdi və hal-hazırda da gedişat onu göstərir ki, böyük ölçüdə məncə Sabah çempionluğu əldə edəcək. Çünki 2-3 tur uduzmalısan ki, sən o xal fərqini bərabərləşdirmə baxımından. Bu da biraz bu səviyyədə olan komandalar üçün biraz çətin görünür. Amma ikinci, dördüncü yer üçün gərgin mübarizə gedir. Burada proqnoz vermək çətindir. Dediyim ki, bu turdan da çox asılı olacaq ki, Neftçinin ora qatıla biləcək, yoxsa yox. Və yaxud da Araz Naxçıvan o mübarizə davam eləyəcək. Yoxsa bu turda bu komandalar xal itirsə, artıq dördlük bilinəcək ki, hansı komandalar o dördlükdə mübarizənin axıra kimi də aparacaq. Cari mövsüm barədə, cari mövsümdən etibarən tətbiq olunan daha yeni bir qayda legioner limiti ilə bağlı idi və mövsümün sonlarına doğru get-gedə yaxınlaşırıq. Ümumiyyətlə limitin ölkə futboluna necə təsir göstərdiyini düşünürsünüz? Ümumiyyətlə limitlə də bağlı çox söz-söhbətlər oldu. Yəni onun təsirini təbii ki, hal-hazırda milli tərəfdən baxsaq, istər-istəməz təsir eləyir. Amma ikinci bir tərəfdən biz çempionatın bu illəri, o biri illərə fərqində irəliləyiş görürük, intriqa artıbdır və gənc futbolçular da, məsələn, qabaq U21 mütləq idi ki, oynamalıydılar iki futbolçu. İndi o da aradan götürülüb, amma U21-in oyunlarına baxanda, heyətə baxanda biz görürük ki, çoxlu istedadlı futbolçular var. Bunlar nədəndir? Bəzi klublar var ki, onlar bunları oyunlarda mütəmadi istifadə edirlər. Məsələn, Qəbələdir, Şamaxıdır, Sumqayıtda var, Gəncədə bəzi futbolçular. Bunlar özü onu göstərir ki, artıq bu futbolçular limitə görə öz yerlərini yox, öz oyunlarına görə qazanıblar. Və daimi oynadıqca onların da nəticəsini biz millinin beynəlxalq oyunlarda görürük. Məsələn, son elə götürsək Bolqariya ilə səfərdəki oyun, indi Portuqaliya ilə burada uduzduq 4-0, təbii ki, Portuqaliya ilə biz müqayisə ola bilmərik. Amma Bolqariya ilə göstərən oyun millimizin futbolçuların meydançada davranışı çox özlərinə inamlı idilər. Bu da nədən gəlir? Çünki bizim Premyer Liqada daim əsas heyətdə oynayırlar. O baxımdan müsbət yöndə hardasa irəliləyiş hiss olunur. Amma millilərlə bağlı ki, A milliyə bunun necə təsiri burada vacibdir ki, futbolçular da artıq o rəqabəti dözmək üçün iki qat çalışmalıdırlar. Cari mövsüm 12 klubla mübarizə aparırıq. Bugün bir neçə saat əvvəl, saat 10-da AFFA-nın hesabat konfransı keçirildi və daha sonra keçirilən mətbuat konfransında suallar ünvanlandı AFFA-nın prezidenti Rövşən Nəcəfə. Bəzi şayələr yayılmışdı ki, Misli Premyer Liqasında klub sayının 12-dən 14-ə artırılması yönündə bu il olmasa belə növbəti illərdə belə bir planlar var. Bu həqiqətən də düzdür. AFFA-da Rövşən bəyin bildirdiyinə görə müzakirələr edilir və gələcək illər üçün nəzərdə tutula bilər. Sizcə 14 komandalı liqaya hazırıq mı biz? Ümumiyyətlə cari mövsüm 12 komandalı liqanı izlədik. Bizə nə dedi və 14 klublu liqamız olarsa o zaman necə bir çempionat görə bilərik? Təbii ki, nə qədər komandaların sayı çox olsa Premyer Liqada o yaxşı haldır və dediyiniz kimi federasiyada bu yöndə addımlar atmağa çalışır. Amma geriyə biz bayaq söhbəti nəyin üstündə qurmuşduq? İnfrastruktur, stadionlar məsələsi vacibdir ki, əgər komandalar buna hazırdırsa, təbii ki, niyə də olmasın? Yox, əgər
stadion məsələn, infrastruktur hazır deyilsə, məncə biz yenidən çətinliklərlə üzləşəcəyik ki, stadionlar baxımından. Bir müsbət də konfransda bir məqama toxunmaq istəyirəm ki, orada da qərar qəbul olundu, səhv etməsəm, bir neçə stadionların tikintisini, yəni Bəli, Ağsu, Bayıl stadionudur desən, Bəli. yəni ki, onların yaxşılaşdırmaq baxımından bu atılan addım müsbətdir. Dediyimiz kimi bir futbolçu üçün, bir məşqçi üçün vacib olan amil odur ki, meydançı olsun. Azərbaycan milli komandası ilə verilişimizə start vermişdik və milli komandamızla da yekunlaşdırmaq istəyərdim. AFFA-nın hesabat konfransından sonra açıqlaması olmuşdu Rövşən Nəcəfin. O fikri səsləndirmək istəyərdim. Deyir ki, o zaman Azərbaycanda futbolun inkişafından razı olacağam ki, millimizi dünya çempionatının final mərhələsində oynayacağını görək. Sizcə reallaşarmı? Bilirsiniz, artıq futbolda elə bir dönəm gedir ki, bir çox tanınmamış ölkələr var ki, məsələn, gözləmədiyimiz, onlar artıq bu illəri dünya çempionatında çıxış edirlər. Bir neçəsinin adını çəkmək olar da, yəni ki, elə Afrika, Aziyadan, hansı qitələrdən. Niyə də Azərbaycan millisi yaxın illərdə orada çıxış eləməsin? Amma bunun üçün bunu hamı istəməlidir. Orada da qeyd olunur ki, konferansda birlik olmalıdır hər sahədə. Bütün futbol ictimaiyyəti, bir çox qurumlar bunu istəməlidirlər ki, sonda o bir yumruq şəklində, bir komanda şəklində o istədiyin nəticəni əldə edə biləsən. Əsas məqsəd, əsas strategiya olmalıdır və istək, qalanın, necə deyərlər, Allah demişir, səndən hərəkət, məndən bərəkət. Arif bəy, çox sağ olun, təşəkkür edirəm bugün gəldiyiniz üçün, maraqlı söhbətiniz üçün. Çox sağ olun. Çox sağ olun, sizə də minnətdaram. İzləyicilərimizlə dinləyicilərimiz isə radionu dəyişməsin, Sağlam Radio 90 FM-də qalın. Biz bir də gələn həftənin birinci günü efirdə olacağıq. Yenidən gələn həftə ofsayt düşməyi unutmayın. Sağlam Radio 90 FM-də qalın.